Salam əziz izləyicilər, bu dərsimizdə sizlərə magistr və dövlət qulluğu imtahanlarında düşən test nümunələri əsasında mətnin məntiqi təhlili mövzusunu izah edəcəyəm. Gəlin vaxt itirmədən ilk test nümunəmizə baxaq. Qeyd edilir ki, qrupun tələbələri oxu zalına aşağıdakı kimi getdilər. Bazar ertəsi 5, çərşənbə axşamı 6, çərşənbə 4, cümə axşamı 8, cümə günü 7 tələbə. Heç bir tələbə oxu zalında 2 gün ardıcıl olmadı. Qrupda ən az neçə tələbə ola bilər? Əlbəttə, verilən şərtə əsasən biz qrupda neçə tələbənin olduğunu dəqiq müəyyən edə bilmərik. Lakin bizə verilən yeganə şərt ki var, heç bir tələbə oxu zalında 2 gün ardıcıl olmayıb. Buna əsasən ən az neçə tələbənin olduğunu müəyyən edə bilərik. Biz baxırıq ki, bazar ertəsi 5, çərşənbə axşamı 6 tələbə oxu zalında olubsa və şərtimizə əsasən biliriksə ki, heç bir tələbə oxu zalında 2 gün ardıcıl olmayıb, bu o deməkdir ki, bu 5 və 6 sayları içərisində heç bir tələbə təkrar deyil. Yəni, sadəcə bazar ertəsi və çərşənbə axşamı günlərinə əsasən müəyyən edirik ki, ən azı 11 tələbəmiz var. Həmçinin çərşənbə axşamı və çərşənbə gününə əsasən, çərşənbə və cümə axşamına əsasən və cümə axşamı və cümə günlərinə əsasən də ən azı neçə tələbənin qrupda olmalı olduğunu müəyyən edirik. Əlbəttə ki, biz bu saylar içərisində ən çox olanını götürürük. Yəni, ardıcıl 2 gün ən çox tələbənin iştirak elədiyi gün qrupda ən az tələbənin sayını müəyyən edir. Keçək, digər sualımıza baxaq. Kitabxanada 1-dən 7-yə qədər nömrələnən 3 fərqli fizika, 2 fərqli kimya və 2 fərqli biologiya kitabı aşağıdakı qaydalarla rəfdə yanaşı düzüləcək. Kimya kitabları yan-yana düzüləcək, biologiya kitabları yan-yana və ya ayrı düzülə bilər, fizika kitabları yan-yana gəlməyəcək. 3-cü yerdə kimya, 6-cı yerdə isə fizika kitabı qoyularsa, biologiya kitabı neçənci yerdə olar? Gəlin ilk öncə sıralarımızı qeyd eləyək və şərtlərimizə baxaq. Ən əsas şərtimiz budur ki, 3-cü yerdə kimya, 6-cı yerdə fizika kitabı qoyularsa. Gəlin mən onların baş hərflərini qeyd eləyirəm burası üçün. 3-cü yerdə kimya, 6-cı yerdə fizika kitabını yerləşdirdik. Və indi digər şərtlərimizə baxaq. Kimya kitabları yan-yana düzüləcək. Bu şərtə əsasən biz müəyyən edirik ki, kimya kitabı yan-yana düzülürsə, ya digər kimya kitabı, axı 2 fərqli kimya kitabı var, ya 2-ci sırada olmalıdır, ya 4-cü sırada olmalıdır. Digər şərtimizdə deyilir ki, biologiya kitabları yan-yana və ya ayrı düzülə bilər. Bu, konkret bir şərt olmadığına görə bunun üzərindən keçirik, digər şərtimizə baxırıq. Fizika kitabları yan-yana gəlməyəcək. Baxın, bu şərtə əsasən biz artıq bilirik ki, nə 7-ci sırada, nə də 5-ci sırada fizika kitabı ola bilməz. Bəs 4-cü sırada fizika kitabı olmalıdırmı? Mütləq. Nəyə görə? Əgər fizika kitabını biz 4-cü sıraya qeyd etməsək, geriyə qalır cəmi 2 say, 1-ci və 2-ci sıralar. Axı, fizika kitabları yan-yana gəlməyəcək. Deməli, 1 və 2-ci sıradan birində, hər hansısa birində fizika kitabı var, ancaq 4-cü sırada mütləq fizika kitabı olmalıdır. Təkrar birinci şərtimizə baxsaq görərik ki, deyir, kimya kitabları yan-yana düzüləcək. Əgər kimya kitabı 4-cü sırada deyilsə, deməli, yan-yana düzülmək üçün 2-ci sırada olmalıdır. Və əlbəttə ki, 1-ci sırada artıq fizika kitabı olacaq. Buna əsasən biz artıq şərtlərə əsasən fizika və kimya kitablarının hansı sıralarda düzüldüyünü müəyyən elədik. Geriyə qalan 5 və 7 saylarında da biologiya kitabları olacaq. Burada şərtdə deyilir ki, biologiya kitabları yan-yana və ayrı düzülə bilər. Amma biz baxırıq ki, digər şərtlər ödənməsi üçün biologiya kitabları yan-yana düzülməyəcəklər. Və onların biri 5, biri də 7-ci sıradadır. Variantlar içərisində 7 olmadığına görə düzgün cavab D variantıdır. Keçək digər test nümunəmizə baxaq. Əhmədin 2 pop və 3 rock musiqi diski var. Biri xarici olmaqla 4-ü yerli müğənniyə aid olan bu disklərin 3-ündə mahnı ifadəsi qadın, 2-sində kişidir. Əhmədin musiqi diskləri haqqında deyilənlərdən hansı cavablar mütləq doğrudur? Mən burada mütləq sözünün altından xətt çəkirəm. Və niyə xətt çəkdiyimi, xüsusi vurğuladığımı sizin üçün cavabların içərisinə baxarkən qeyd edəcəm. Kişilərdən ən azı biri yerli müğənnidir. Mən baxıram ki, yalnız bir xarici müğənni var və
2 müğənni kişidir. Əlbəttə ki, əgər o bir xarici müğənni kişi müğənni olsa, doğrudan da kişilərdən biri yerli müğənni olacaq, digər halda isə hər iki kişi müğənni yerli müğənnidir. Deməli, bu cavabımız doğrudur. Xarici müğənni qadındır. Mən baxıram ki, 3 qadın ifaçı var və yalnız onlardan biri xarici müğənni ola bilər. Bayaq da burada mütləq sözünün altından xətt çəkmişdim. Təkrar vurğulayıram. Baxın, bu xarici müğənni qadın ola da bilər, olmaya da bilər. Ona görə də biz bu cavabı doğru kimi götürə bilmərik. Qadın müğənnilərin ən çoxu ikisi xaricidir. Baxıram ki, yalnız bir müğənni xarici müğənnidirsə, qadın müğənnilərin ən çoxu ikisi necə xarici müğənni ola bilər? Deməli, bu cavab da səhvdir. Həmçinin rock disklərinin ən çoxu ikisi yerli müğənniyə aiddir. Əgər burada çoxu sözünün yerinə az sözündən istifadə etsəydilər, bu cavab düzgün olardı. Lakin ən çoxu ikisi yerli müğənniyə aiddir deyilirsə, biz baxırıq ki, 3 rock diskimiz var. Və deyir onlardan ən çoxu ikisi yerli müğənniyə aiddir. Ən çoxu hər üçü də yerli müğənniyə aid ola bilər. Ən azı ikisi yerli müğənniyə aid ola bilərdi. Bu cavab da deməli doğru deyil. Bütün qadınlar pop musiqisi ifa edir. Baxıram ki, 2 pop musiqiçisi var. Qadın müğənnilərin sayı isə 3-dür. Axı onların hər üçü necə pop musiqisi ifa edə bilər? Pop musiqiçilərin ümumi sayı 2-dir. Deməli, 5-ci cavab da səhvdir. Düzgün cavabımız yalnız 1 A variantıdır. Keçək digər test nümunəmizə baxaq. Tələbələrin üçü tarixdən 5 alıb. Teymur ilə Samir məntiq və fəlsəfədən 2 alıblar. Çingiz fəlsəfədən 2 alıb. Çingiz, Leyla və Səbinə məntiqdən 4 alıblar. Samir və Leyla ümumiyyətlə 5 almayıblar. Səbinə və Leyla fəlsəfədən 3 alıblar. Samir və Leyla tarixdən 4 alıblar. Bütün fənlər üzrə orta hesabla 3-dən aşağı qiymət alan kim olub? Hər nə qədər şərtlər burada verilsə də, biz bunları özümüz üçün təkrar qeyd etməliyik. Mən sizin üçün hazır, vaxt itkisi olmasın deyə şəxslərin adlarını və fənləri qeyd etmişəm və baxıram ki, Teymur ilə Samir məntiq və fəlsəfədən 2 alıblar. Baxaq, Teymur məntiqdən və fəlsəfədən 2 alıb, həmçinin Samir məntiqdən və fəlsəfədən 2 alıb. Çingiz fəlsəfədən 2 alıb. Çingiz qarşısına yazıram, fəlsəfədən 2 alıb. Çingiz, Leyla və Səbinə məntiqdən 4 alıblar. Yazaq məntiqin qarşısından Çingiz, Leyla və Səbinə məntiqdən 4 alıblar. Samir və Leyla ümumiyyətlə 5 almayıblar. Bu şərti hələ ki yadda saxlayırıq. Səbinə və Leyla fəlsəfədən 3 alıblar. Baxıram ki, Leyla da, Səbinə də fəlsəfədən 3 alıblar. Biz bu şərtlərə əsasən artıq məntiq və fəlsəfədən hər kəsin hansı qiymətləri aldığını müəyyən etmişik və bizə deyilirdi ki, Samir və Leyla ümumiyyətlə 5 almayıblar. Bir bu şərti fikirləşirik. Bir də yuxarıda qeyd edilib ki, tələbələrdən 3-ü tarixdən 5 alıb. Əgər Samir və Leyla 5 almayıbsa ümumiyyətlə, deməli tarixdən 5 alan həmən o 3 tələbə kim olacaq? Teymur, Çingiz və Səbinə. Və ən son olaraq bizə deyir ki, Samir və Leyla tarixdən 4 alıblar. Hətta bu şərt verilməyə də bilərdi. Bir növ artıq şərt kimi qeyd olunub burada. Yenə də bunları da qeyd edirik. Leyla 4, Samir 4. Mən altından xətt çəkirəm. Niyəsini sizə izah etmək üçün. Bütün fənlər üzrə orta hesabla üstdən aşağı qiymət alan kim olub? Orta hesabla qiyməti tapmaq üçün hər birinin qiymətlərini toplayırıq və sayına 3-ə bölürük. Misal üçün 2, 2 və 5 cəmi elədi 9. 3-ə böləndə
orta qiymət çıxdı 3. Həmçinin Samirdə cəm eləyir 8. 3-ə böləndə 3-dən aşağı tam olmayan bir qiymət alınır. Deməli, bizim axtardığımız cavab Samirdir. Digərlərinə də baxsaq, misal üçün 4, 3, 5 bu səbiynənin qiymətləridir. Cəmi eləyir 12, 3-ə böləndə 4 qalır. Mən əlavə şərt kimi verildiyini, Samir və Leylanın tarixdən 4 almasını, bir şərt olaraq verilməsinə ehtiyac olmasını niyə qeyd elədim? Çünki biz bilirik ki, Samir və Leyla 5 almayıblar. Bunların ala biləcəkləri qiymət elə maksimum 4 olacaqdır. Ki, bu halda da toplasaydıq, yenə də görərdik ki, Samirin aldığı qiymət, orta qiymət 3-dən daha aşağıdır. Keçək, digər test nümunəmizə baxaq. 5 otaqlı mənzilin otaqlarının, yəni K, N, L, M, P bunlar otaqların adlarıdır. Qapıları 1, 2, 3, 4 və 5 nömrəli açarlarla açılır. L-in açar nömrəsi K-nın açar nömrəsindən böyükdür. 3 və 4 nömrəli açarlar N və P-yə aiddir. M-in açar nömrəsi K-nın açar nömrəsindən kiçikdir. L-in açar nömrəsi neçədir? Baxın, bu testi şifahi olaraq da analiz etmək olar, cavab tapmaq olar. Lakin, nəzərə alsaq ki, imtahanda bir çox tələbələr həyəcanlanır və yaxud da fikirləri qarışa bilər. Gedişatda siz bunu əgər fikrinizdə analiz etməyə çalışsaz, hər hansısa bir şeyi unutsaz, təkrar başa qayıtmalı olacaqsınız. Bu səbəbdən bu testi cədvəl formasında həll etmək tövsiyə olunur. Əlbəttə ki, mən sizin üçün cədvəl formasını burada vaxt itkisi olmasın deyə hazır qeyd etmişəm. Bunu sizin də verilən ağ kağız üzərində hazırlamağınız bir neçə saniyə vaxtınızı alacaq. Və şərtlərə təkrar baxırıq. Deyir ki, L-in açar nömrəsi K-nın açar nömrəsindən böyükdür. Əgər L-in açar nömrəsi K-nın açar nömrəsindən böyükdürsə, deməli, L-in açar nömrəsi 1 ola bilməz. Çünki K-nın açar nömrəsi ən azı 1 olsa, L-in açar nömrəsi ondan daha böyük 2-dən başlayır. Həmçinin, tərsinə baxsaq, K-nın açar nömrəsi də 5 ola bilməz. Çünki L-in açar nömrəsi ondan daha böyük olmalıdır. Digər şərtlərə baxaq. 3 və 4 nömrəli açarlar N və P-yə aiddir. Bax, cədvəl qurma metodunun səmərəli olduğunu sübut edən şərtimiz də elə budur. Nəyə görə? Əgər 3 və 4 nömrəli açarlar N və P-yə aiddirsə, deməli o 3 və 4 nömrəli açarlar digərlərinə aid ola bilməz. Yəni, K-mız 3 və 4 nömrəli açarlarla açılmır. Həmçinin L-imiz 3 və 4 nömrəli açarlarla açılmayacaq. Həmçinin M. Biz buna əsasən artıq cədvəldə bir neçə xananı mənfi işarəsi ilə qeyd elədik. Və deyir ki, M-in açar nömrəsi K-nın açar nömrəsindən kiçikdir. M-in açar nömrəsi K-nın açar nömrəsindən kiçik olmaq üçün baxırıq ki, K-nın açar nömrəsi ya 1 ya 2 ola bilər. Əlbəttə ki, burada bu şərt əsasında müəyyən edirik ki, 1 ola bilməz. Nəyə görə? Çünki K-nın açar nömrəsi 2 olmalıdır ki, M-in açar nömrəsi ondan daha kiçik. Yəni, heç olmasa 1 olsun. Buna əsasən biz artıq 2 otağın açar nömrələrini tapdıq. Və burada tövsiyə edəcəyim digər bir məqam da odur ki, biz biliriksə ki, bir otağın bir açar nömrəsi var, həmçinin bir açar nömrəsi də yalnız bir otağa aiddir. Onda tapdığımız bu açarlar və otaq nömrələrinə əsasən biz digərlərinin cavabımız olmadığını müəyyən edirik və sətir və sütun boyunca digər xanaları mənfi işarəsi ilə işarələyirik. Əlbəttə ki, M-in açar nömrəsi 1-dirsə, bu o deməkdir ki, nə 2, nə 3, 4 və 5 deyil. Həmçinin digər xanaları da burada mənfi işarəsi ilə qeyd edəndə artıq geriyə qalır ki, L-in açar nömrəsi ancaq 5 ola bilər. Baxın, burada biz analiz etmədən belə sadəcə digərlərini mənfi işarəsi ilə göstərməklə cavabımızın L-in açar nömrəsinin 5 olduğunu tapdıq. Və bizdən istənilən nə idi?
Elin açar nömrəsi neçədir? Şərtə mütləq baxmaq lazımdır. Nəyə görə? Çünki ola bilər ki, siz bu cədvəli axıra kimi həll etməyə çalışasınız. Həm vaxt itirəcəksiniz, həm də onu deyim ki, N və P-nin hansının 3 nömrəli, hansının da 4 nömrəli olduğunu, açar nömrəsinin biz bu şərtlərə əsasən müəyyən edə bilmərik. Lakin bizdən heç bunu da istəmir. Bizdən istədiyi nədir? Elin açar nömrəsi neçədir? Ki, biz artıq onu müəyyən etdik. Keçək digər test nümunəsinə baxaq. Kinoteatrda gün ərzində 7 kino A, B, C, D, E, F və G nümayiş olunur. Gəlin bunun üçün də əvvəlcədən sizə cədvəl hazırlamışam. Cədvəl üzərində şərtlərə baxaraq bir-bir qeydlərimizi aparaq. Deyir ki, saat 10:00-dan etibarən hər saatın tamamında yeni kino nümayişi başlayır. Bu o deməkdir ki, ondan başlayıb hər saatın tamamında bu filmlərdən, bu kinolardan biri mütləq verilir. Deməli, sonuncu filmdə, sonuncu kinomuzda 16:00-da veriləcək. Buna əsasən biz sətr və sütunlarda bunun yerlərini dəyişik də yaza bilərdik. Saatları sətr boyunca, kinoların adlarını sütun boyunca da yaza bilərdik. Bu elə bir fərq eləmir. Və indi şərtlərimizə baxaq. Deyir ki, A-nın nümayişi B-dən dərhal sonradır. Bu o deməkdir ki, bayaqki test nümunəsində də bunu qeyd eləmişdim. Əgər A-nın nümayişi B-dən dərhal sonra başlayırsa, deməli A 10:00-da başlaya bilməz. Çünki ən azı B 10:00-da başlamalıdır ki, ondan dərhal sonra 11-də A-nın nümayişi olsun. Həmçinin bu tərsinə baxsaq, o deməkdir ki, B-nin nümayişi də 16-da baş tutmayacaq. D-nin nümayişi başlandıqdan 2 saat sonra C-nin nümayişi başlayır. Bu o deməkdir ki, C-nin nümayişi nə 10-da, nə də 11-də olmayacaq. Çünki ən azı saat 10-da D-nin nümayişi başlamalıdır ki, ondan 2 saat sonra C-nin nümayişi başlasın. Şərtə tərsinə baxanda, bu da o deməkdir ki, 16-da və 15-də də D-nin nümayişi baş tutmayacaq. Y-nin nümayişi F-dən 3 saat əvvəl başlayır. Bu da o deməkdir ki, F-in nümayişi 10, 11 və 12-də olmayacaq. Mən bunu artıq daha əvvəlki şərtlərdə qeyd elədim, niyə belə olduğunu. Ona görə artıq təkrar izah etmirəm. Həmçinin Y üçün də 16, 15 və 14:00-ın qarşısına mənfi işarəsi qoyuruq. Və deyir ki, G-nin nümayişi 13:00-dadır. Baxaq, G-nin nümayişinin yerinə də qeyd eləyirik ki, 13:00. Yenə də sətr və sütun boyunca biz artıq biliriksə ki, G 13-də nümayiş olunacaq. Deməli, G-nin digər saatlarda qarşısına mənfi işarəsi qoyaq. Həmçinin digər kinolarında 13:00-da qarşısına mənfi işarəsini düzə bilərik və bu bizə çox kömək edəcək. İndi şərtlərimizə təkrar qayıdıb baxıram. Bayaq nə demişdik? Deyirdik ki, A-nın nümayişi B-dən dərhal sonradır. Əgər A-nın nümayişi B-dən dərhal sonradırsa, A-nın nümayişi 13:00-da baş tutmayacaqsa, deməli B-nin nümayişi də 12-də deyil. Həmçinin B-nin nümayişi 13:00-da baş tutmayacaqsa, ondan dərhal sonra 14:00-da A-nın nümayişi ola bilməz. Digər şərtə baxırıq. D-nin nümayişi başlandıqdan 2 saat sonra C-nin nümayişi başlayacaq. Biz biliriksə ki, D-nin nümayişi artıq 13:00-da deyil. Bu o deməkdir ki, C-nin nümayişi də 15-də olmayacaq. Həmçinin C-nin nümayişi 13:00-da deyilsə, ondan 2 saat əvvəl, yəni 11-də D-nin nümayişi baş tutmayacaq. Keçirik Y və F-ə də baxırıq. Y-nin nümayişi F-dən 3 saat əvvəl olacaqsa, biz biliriksə ki, F-in nümayişi 13:00-da artıq deyil, çünki orada G-nin nümayişi olacaq. Bu o deməkdir ki, Y-nin də nümayişi 10:00-da olmayacaq. Həmçinin Y-nin nümayişi 13:00-da deyilsə, mən bunların hamısını bir-bir sizin üçün vurğulayıram ki, daha sonra siz cədvələ baxanda sizin üçün qaranlıq bir məqam qalmasın. Y-nin nümayişi də 13:00-da deyilsə, ondan 3 saat sonra, yəni 16:00-da F-in nümayişi baş tutmayacaq. İndi bizə nə deyir? Deyir ki, G ilə Y-nin başlanma vaxtları arasında nə qədər fərq varsa, G ilə B-nin başlanma vaxtları arasında bir o qədər fərq var. Əvvəla baxıram ki, mən şərtlərə əsasən o xanalara ki, mənfi işarəsi qoydum,
Geriyə qalıb ki, Y-nin nümayişi ya 11-də ola bilər, ya 12-də ola bilər. Deməli, Y ilə G-nin nümayişi arasında ya 1 saat vaxt fərqi var, ya 2 saat vaxt fərqi var. Biz ilk öncə seçək. Bunu artıq ehtimal olduğuna görə qırmızı qələmlə işarələyəcəm. Fərz eləyək ki, Y-nin nümayişi 12:00-dadır. Yəni 1 saat vaxt fərqi var. Bu o deməkdir ki, B-nin də nümayişi olmalıdır 14:00-da. Yəni G ilə B-nin də müvafiq olaraq arasında 1 saat vaxt fərqi olacaq. Gəlin buna əsasən digər xanalarında, digər filmlərində vaxtlarını qeyd etməyə çalışaq. Baxıram ki, şərtə əsasən onda A-nın nümayişi olmalıdır 15:00-da. Buna əsasən mən müəyyən edirəm ki, C-nin qarşısında artıq görürük ki, 12:00-da da ola bilməz, 14-də də ola bilməz. Yeganə şərt qalır ki, C-nin nümayişi olmalıdır 16-da. Biz baxırıq ki, C ilə D-nin nümayişi arasında nə qədər vaxt fərqi var idi? 2 saat vaxt fərqi var idi. Və C-nin nümayişi D-dən 2 saat sonra idi. Baxıram ki, buna əsasən D-nin nümayişi onda gəlib olmalıdır 14:00-da. Axı 14:00-da B-nin nümayişi də var. Bu o deməkdir ki, birinci seçdiyimiz bu ehtimal düzgün deyil. Bunları silək. Bax, artıq ikinci ehtimalda sizin üçün qeyd edirəm. Əlbəttə ki, siz artıq bu testi həll eləmisinizsə, birincini yoxladınızsa və cavabın yanlış yerə gəlib çıxdığını gördünüzsə, deməli, ikincini dərhal götürəcəksiniz. Amma yenə də biz qeyd eləyək. Baxın, əgər Y-nin nümayişi ilə G-nin nümayişi arasında 2 saat vaxt fərqi olsa, buna əsasən biz müəyyən eləyirik ki, digər xanalara da artıq mənfi işarəsi qoyuram, sətir və sütun boyunca. B-nin nümayişi də olmalıdır 15:00-da. B-dən dərhal sonra A-nın nümayişi olmalıdır 16:00-da. Digər xanalara da mənfi işarə eləyirəm. Buna əsasən müəyyən eləyirəm ki, geriyə hansı xanalar qalıb? F-in nümayişi. Cəmi bir dənə xana qalıb, bax bunu seçirik. 14:00. Buna əsasən biz bilirik ki, C-nin nümayişi üçün yeganə variantımız qaldı. Bu da 12:00-dır. Və C-nin nümayişi ilə D-nin nümayişi arasında neçə saat vaxt fərqi var idi? 2 saat. Mən baxıram ki, bütün şərtlər ödəyir və deməli, düzgün cavab nə imiş? B-nin nümayişi 15:00-da baş tutacaq. Keçək digər test nümunəmizə baxaq. 3 bacı İradə, Natəvan və Sevil eyni otaqda əyləşiblər. Biri çay içir, digəri toxuyur, üçüncüsü isə televizora baxır. Onlardan biri institutda oxuyur, ikincisi həkim işləyir, üçüncüsü isə məktəbdə oxuyur. İradə həkim deyil, Natəvan isə məktəbli deyil, həkim televizora baxmır, məktəbli çay içir, Natəvan toxumağı bacarmır. Tələbənin adı nədir və hal-hazırda nə edir? Biz bu test nümunəsini də əslində cədvəl əsasında da həll edə bilərik ki, burada misal üçün göstərdiyim nümunələrdən birini misal gətirirəm. Bizə otaqlar var idi və onların açar nömrələri var idi. Biz sətir boyunca otaqları yazdıq, sütun boyunca açar nömrələrini yazdıq və hansı otağın açar nömrəsi hansıdırsa, onların kəsişdiyi yerə plus işarəsi qoyduq. Digər xanalarda minus işarələyirdik. Burada artıq həm şəxslər var, həm onların hal-hazırda məşğul olduğu işlər var. Nə iş görür? O var. Həm də onların peşəsi var. Artıq kəskin 3-dür. Bunu əsasən, bunu cədvəldə tətbiq eləmək istəsəz necə edəcəksiniz? Misal üçün, nə işlə məşğul olur? Onu yazırsınız sətir boyunca. Peşəsi nədir? Onu yazırsınız sütun boyunca. Ki, onların kəsişdiyi yerə hansı peşə sahibi hal-hazırda nə işlə məşğul olur və kimdir? Kəsişən yerə plus işarəsinin yerinə şəxsin adını qeyd edə bilərsiniz. Ancaq mən sizin üçün daha səmərəli və bura qədər ki, test nümunələri içərisində izah etmədiyim fərqli bir metoddan istifadə etmək istəyirəm. Gəlin baxaq. İlk öncə adları qeyd edirəm, şəxsləri qeyd edirəm. Və mən baxıram ki, bunların içərisində biri institutda oxuyur, yəni tələbədir. İkincisi həkimdir. Biri də məktəbdə oxuyur, yəni şagirddir. Gəlin şəxslərin aşağı tərəfindən bunları qeyd eləyək. Həkim, tələbə baş hərflərini yazıram və şagird. Bunu digərlərində, hər birində yazıram. Həkim, tələbə, şagird.
və baxıram. Deməli, bunların biri hal-hazırda çay içirdi, biri toxuyurdu, bir də televizora baxırdı. Gəlin bunları da yuxarı tərəfdən qeyd eləyək. Biri çay içirdi, baş hərflərindən istifadə edirəm. Biri toxuyurdu, T və O yazıram, qarışdırmamaq üçün. Biri də televizora baxırdı, bunu da TV yazaq. Digərlərində də bunu təkrarlayıram. TO və TV, TO və TV. Və indi şərtlərimizə baxaq. İradə həkim deyil. İradənin aşağısında həkim yazmışdıq, baş hərfini. Onu silirəm, üstündən xətt çəkirəm. Natəvan isə məktəbli deyil, yəni şagird. Deyil, onun üzərindən də xətt çəkirəm. Həkim televizora baxmır. Məktəbli çay içir. Əgər məktəbli çay içirsə, natəvan məktəbli deyilsə, yəni şagird, deməli natəvan həm də çay içmir. Digər tərəfdən də müəyyən eləmişdik ki, natəvan məktəbli deyil. Biz digər şərtə baxırıq. Həkim televizora baxmır və natəvan toxumağı bacarmırsa, deməli, onun da üstündən artıq xətt çəkirik. Baxırıq ki, natəvan üçün yeganə qalan, hal-hazırda məşğul olduğu iş televizor izləməkdir. Və qaydırıq təkrara baxırıq. Həkim televizora baxmır. Əgər natəvan televizor izləyirsə, deməli o həkim də deyil. Natəvan üçün nə qaldı? O tələbədir və televizor izləyir. Digərlərində televizor artıq tapdığımıza görə, kim televizor izləyir, onu tapdığımıza görə, digərlərində də televizorun üstündən xətt çəkirik. Həmçinin tələbəni artıq tapdığımıza görə ki, kimdir? Digərlərində tələbələrin üzərindən xətt çəkirik. Baxırıq ki, iradə üçün bir peşə qaldı, yəni o şagirddir. Şagird nə edirdi? Baxırıq ki, məktəbli, yəni şagird çay içirdi. Bunu qeyd edirik. Digərlərində çayın üzərindən də artıq xətt çəkirik. Geriyə nə qalır? Geriyə qalır ki, Sevil toxuyur və onun üçün qalan yeganə peşə də nədir? Həkim. Deməli, bizə artıq müəyyən olundu ki, burada cavab variantlarını qeyd etməmişəm. Hər üçünü də tapmış olduq. Tələbənin adı nədir və hal-hazırda nə edir? Tələbəmiz natəvandır, hal-hazırda televizora baxır. Belə, əziz izləyicilər, ümid edirəm ki, videomuz sizlər üçün faydalı olacaq. Onlayn dərslərimizə qoşulmaq üçün qeyd etdiyim bu nömrə vasitəsilə WhatsApp və ya zəng vasitəsilə əlaqə saxlaya bilərsiniz. Həmçinin maraqlı və yeni tipli məntiq sualları ilə tanış olmaq üçün qeyd etdiyim səhifələrimizi də izləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.